Salam, mən Daşqın Adıgözəlov. Bugün idarəetmə uçotu fənnindən məhsulun maye dəyərinin kalkulyasiyalaşdırılması sistemi haqqında məlumat verəcəyəm. Planımız 5 sualdan ibarətdir. Birinci sual kalkulyasiyalaşdırmanın mahiyyəti və məqsədləri. İkinci sual kalkulyasiyalaşdırma sistemi və onun təsnifatı. Üçüncü sual məhsulun maye dəyəri kalkulyasiyasının prinsipləri və vəzifələri. Dördüncü sual məhsulun maye dəyərinin mərhələ metodu ilə kalkulyasiyalaşdırılması. Beşinci sual məhsulun maye dəyərinin sifariş metodu ilə kalkulyasiyalaşdırılması. Kalkulyasiya anlayışı istehsal olunan məhsul və ya göstərilən xidmətin maye dəyərinin hesablanması və analizinə yönəlmiş bir maliyyə idarəetmə prosesidir. Müəssisənin resurslarının səmərəli istifadəsini təmin etmək, məhsulun və xidmətin rentabelliyini müəyyənləşdirmək və düzgün qiymət siyasəti formalaşdırmaq baxımından kalkulyasiya vacib alət hesab olunur. Kalkulyasiya dedikdə bir məhsul vahidinə və ya xidmətə düşən bütün xərclərin dəqiq və sistemli şəkildə hesablanması nəzərdə tutulur. Bu hesablamalar vasitəsilə müəssisə rəhbərliyi real mənfəət və zərərləri görə bilir. İstehsal və idarəetmə strategiyasını daha effektiv şəkildə planlaya bilir. Eyni zamanda kalkulyasiya maliyyə nəzarəti baxımından da vacib funksiyanı yerinə yetirir. O xərclərin hansı istiqamətlərdə yarandığını və hansı sahələrdə optimallaşdırma aparılmalı olduğunu göstərir. Kalkulyasiya həm də məhsulun bazar qiymətinin formalaşmasında əsas rol oynayır. Belə ki, doğru aparılmış kalkulyasiya məhsul və xidmətlərin bazarda rəqabətə davamlı qiymətlərlə təklif olunmasına imkan verir. Əgər xərclər düzgün və şəffaf uçota alınmasa, qiymət ya yüksək, ya da çox aşağı ola bilər. Bu da satışın azalmasına ya da mənfəətin itməsinə gətirib çıxarır. Bu proses müəssisənin idarəetmə strukturlarında qərar qəbul etmə mexanizmlərinə dəstək verir. Kalkulyasiya nəticəsində əldə edilən göstəricilər planlaşdırma, proqnozlaşdırma və qiymətləndirmə funksiyalarında etibarlı təməl rolunu oynayır. Həmçinin müxtəlif dövrlər üzrə kalkulyasiya məlumatlarının müqayisəsi müəssisənin dinamik fəaliyyətinin qiymətləndirməyə və nəticə etibarilə daha uğurlu iqtisadi qərarlar verməyə şərait yaradır. Kalkulyasiya müəssisədə istehsal effektivliyinin qiymətləndirilməsi, xərclərin azaldılması yollarının axtarılması və nəticələrin ümumi maliyyə hesabatlarına inteqrasiyası üçün də mühüm rol oynayır. Bu prosesdə həm birbaşa, həm də dolayı xərclər nəzərə alınır və nəticədə məhsulun real maye dəyəri ortaya çıxır. Beləliklə kalkulyasiya yalnız maliyyə hesabatlarının hazırlanması üçün deyil, həm də müəssisənin uzunmüddətli inkişaf strategiyasının qurulması üçün zəruri olan əsas iqtisadi alətlərdən biri hesab olunur. Kalkulyasiyalaşdırma sistemi və təsnifatına gəldikdə isə, kalkulyasiyalaşdırma sistemi və təsnifatı müəssisənin istehsal etdiyi məhsul və ya göstərdiyi xidmət üzrə xərclərin strukturlaşdırılmış şəkildə hesablanması və təhlil edilməsinə imkan verən sistemdir. Bu sistem idarəetmə və maliyyə uçotunun əsas hissələrindən biridir və müəssisənin düzgün qərar qəbul etməsi, qiymət siyasətinin müəyyən edilməsi, gəlir və zərərin təhlili baxımından əvəzolunmaz rol oynayır. Kalkulyasiyalaşdırma müəssisənin müxtəlif bölmələrində baş verən iqtisadi proseslərin nəticəsində meydana çıxan xərclərin toplanması, təhlili və məhsulun vahidinə düşən dəyərin hesablanması prosesidir. Bu sistem mühasibatlıqla bərabər həm də idarəetmə uçotu çərçivəsində həyata keçirilir. Kalkulyasiyalaşdırma məhsulun və ya xidmətin real maye dəyərini aşkara çıxarmaqla bərabər səmərəlilik və resursların düzgün bölgüsü ilə bağlı mühüm qərarların qəbul edilməsinə zəmin yaradır. Kalkulyasiyalaşdırma sisteminin əsas məqsədlərinə gəldikdə isə, məhsul və xidmətlərin maye dəyərini dəqiq hesablamaq, xərclərin strukturlaşdırmaq və səbəb-nəticə əlaqələrini təhlil etmək,
istehsal və idarəetmə xərclərini nəzarətdə saxlamaq, qiymət siyasətini formalaşdırmaq üçün məlumat bazasını yaratmaq, rentabellik və mənfəət göstəricilərini müəyyənləşdirmək, büdcə planlaşdırılmasına və maliyyə nəzarətinə yardım etmək, istehsal proseslərində səmərəsizlikləri üzə çıxarmaq, bunlar əsas məqsədləri hesab olunur. Kalkulyasiyanın aparılması bir sıra mərhələlərlə həyata keçirilir. Birinci, xərclərin toplanması mərhələləri. Burada müəssisədə bütün istehsal və xidmətlərlə bağlı xərclər toplanılır. İkincisi, xərclərin qruplaşdırılması. Xərclər növlərinə, funksiyalarına və təyinatına görə təsnifləşdirilir. Üçüncü, kalkulyasiya obyektlərinin seçilməsi. Məhsul, xidmət, sifariş və ya bölmə üzrə dəyərin hesablanması məqsədi ilə kalkulyasiya vahidləri müəyyənləşdirilir. Növbəti xərclərin bölüşdürülməsi mərhələsidir ki, burada da birbaşa və dolayı xərclər kalkulyasiya obyektləri üzrə düzgün bölüşdürülür. Beşinci, mayə dəyərinin hesablanması. Toplanmış və bölüşdürülmüş xərclər əsasında məhsul və ya xidmətin vahidinə düşən mayə dəyəri hesablanır. Altıncı, təhlil və qiymətləndirmə. Nəticələr təhlil olunur, planla müqayisə edilir və idarəetmə qərarları üçün təkliflər hazırlanır. Kalkulyasiyanın təsnifatına gəldikdə isə, kalkulyasiya müxtəlif meyarlar üzrə təsnifləşdirilir. Birinci, təyinatına görə kalkulyasiyalar, planlaşdırılmış kalkulyasiya, faktiki kalkulyasiya və normativ kalkulyasiyaya bölünür. Planlaşdırılmış kalkulyasiya, gələcək dövr üçün proqnozlaşdırılmış xərclər əsasında tərtib olunur. Faktiki kalkulyasiya isə mövcud dövr üçün faktiki baş vermiş xərclərə əsasən hazırlanır. Normativ kalkulyasiya əvvəlcə müəyyən olunmuş normativlərə və standartlara əsaslanır. Əhatə dairəsinə görə isə kalkulyasiyalar tam kalkulyasiya, qismən kalkulyasiya, məhsul kalkulyasiyası və proses üzrə kalkulyasiyaya bölünür. Tam kalkulyasiya həm birbaşa, həm də dolayı xərclər məhsulun mayə dəyərinə daxil edilir. Qismən kalkulyasiyada isə yalnız birbaşa xərclər nəzərə alınır. Dolayı xərclər ayrıca göstərilir. Məhsul kalkulyasiyası isə müəyyən məhsul və ya məhsul qrupu üzrə mayə dəyərinin hesablanması əsas götürülür. Proses üzrə kalkulyasiyaya gəldikdə isə istehsal proseslərinin mərhələləri üzrə xərclərin hesablanması əsas götürülür. İstehsal formasına görə kalkulyasiyalar, kütləvi istehsalda kalkulyasiya, fərdi sifarişlər üzrə kalkulyasiya, partiyalı istehsal üzrə kalkulyasiyaya bölünür. Çoxsaylı eyni tip məhsulların istehsalında tətbiq olunan kalkulyasiya, kütləvi istehsalda kalkulyasiyadır. Müştəri sifarişi əsasında hazırlanan məhsullar üçün tətbiq olunan kalkulyasiya növü isə fərdi sifarişlər üzrə kalkulyasiyadır. Partiyalı istehsal üzrə kalkulyasiya isə müəyyən miqdarda istehsal olunan məhsullar üçün nəzərdə tutulur. Xərclərin idarə olunmasına yanaşmaya görə isə əhatəli kalkulyasiya, marjinal kalkulyasiya və standart kalkulyasiyaya bölünür. Əhatəli kalkulyasiya bütün xərclər, o cümlədən inzibati və istehsal xərcləri mayə dəyərinə daxil edilir. Marjinal kalkulyasiyada yalnız dəyişən xərclər məhsulun mayə dəyərinə daxil edilir. Sabit xərclər ayrıca təhlil olunur. Standart kalkulyasiya müəyyən edilmiş norma və göstəricilər əsasında aparılır və sonradan faktiki xərclərlə müqayisə olunur. Kalkulyasiyalaşdırma sistemi müəssisənin maliyyə nəticələrinin, resurs istifadəsinin və idarəetmə səmərəliliyinin əsas göstəricisidir. Onun düzgün qurulması və tətbiqi müəssisənin rəqabət qabiliyyətliyini artırır. Müəssisənin rəqabət qabiliyyətliyi qərar verməni daha da asanlaşdırır və resursların optimal bölgüsünü təmin edir. Bu sistem olmadan nə qiymət təyini, nə gəlir zərər təhlili, nə də istehsalın inkişafı üçün effektiv strategiyalar formalaşdırmaq mümkün deyil. Plan kalkulyasiyası müəssisədə gələcək dövrdə istehsal ediləcək məhsulun və ya göstəriləcək xidmətin təqribi mayə dəyərinin əvvəlcədən hesablanması prosesidir.
Bu kalkulyasiya növü müəssisənin bütün planlaşdırma və qərar qəbul etmə fəaliyyətində mühüm rol oynayır. O həm də büdcə tərtibatı, qiymətlərin müəyyən edilməsi, istehsal və satış planlanması, mənfəət proqnozları və resursların bölgüsü üçün əsas baza rolunu oynayır. Plan kalkulyasiyası müəssisənin fəaliyyətini qabaqcadan qiymətləndirməyə və mümkün senariləri nəzərdən keçirməyə imkan verir. Bu zaman məhsul və ya xidmət üzrə orta və ya gözlənilən xərclər, istehsal həcmləri, resurs istifadəsi, əmək haqqı, enerji və material xərcləri, nəqliyyat, sığorta, dolayı xərclər və digər faktorlar nəzərə alınır. Bu növ kalkulyasiya əsasən standartlara, tarixi məlumatlara, normativlərə və təqribi proqnozlara əsaslanır. Faktiki kalkulyasiya ilə müqayisə edildikdə plan kalkulyasiyası proqnoz xarakteri daşıyır. Plan kalkulyasiyasının bir sıra məqsədləri vardır. Bunları aşağıdakıları kimi qeyd etmək olar. Birinci, gələcək dövr üçün məhsul və xidmətlərin məqsədli maya dəyərini müəyyənləşdirmək. Qiymət qoyma siyasətinin formalaşdırılması üçün baza yaratmaq, büdcə və maliyyə planlanmasına dəstək vermək, resurslardan səmərəli istifadə etmək, mənfəət və xərclər üzrə müəyyən hədəflər təyin etmək, istehsalın səmərəliliyini əvvəlcədən təhlil etmək, rəqabət mühitində düzgün strategiyalar qurmaq. Plan kalkulyasiyasının istifadə olunan əsas məlumatlar hansılardır? Plan kalkulyasiyasında əsasən müəssisənin əvvəlki dövrlərdə faktiki xərcləri, normativ texniki sənədlər və resurs istifadəsi normaları, əmək haqqı və tarif cədvəlləri, xam mal və materialların bazar qiymətləri, istehsal gücü və istehsal proqramı haqqında məlumat, verilən sifarişlər və sifariş proqnozları, gözlənilən inflyasiya və digər iqtisadi amillər əsas məlumat mənbəyi hesab olunur. Plan kalkulyasiyasının bir sıra xüsusiyyətləri vardır. Belə ki, normativlik, qısa və uzun müddətli olması, düzgünlük və etibarlılıq xüsusiyyətləri ön plandadır. Normativlik funksiyası bu kalkulyasiya real xərclərə deyil, normativlərə əsaslanır. Misal üçün, plan kalkulyasiyası illik plan və rüblük plan halında tərtib oluna bilər. Dəqiqliyi faktiki kalkulyasiyaya nisbətən aşağı ola bilər. Doğru nəticə almaq üçün istifadə edilən normativlər və statistikalar aktuallığını saxlamalıdır. Dəqiq və etibarlı olmalıdır məlumatlar. Plan kalkulyasiyasının istifadə sahələri hansılardır? İlk öncə istehsal müəssisələri, ticarət və xidmət sahələri, eyni zamanda layihələndirmə və startaplar da yeni layihələrin potensial xərclərinin əvvəlcədən təhlilində istifadə olunur. Qiymət siyasəti və trendlərdə, yəni məhsul və xidmətlərin təklif edilən qiymətinin əsaslandırılması üçün əsas istifadə sahəsi hesab olunur. İstehsal müəssisələrində məhsulun planlaşdırılan həcminə əsasən xərclərin və maya dəyərinin təxmini olaraq hesablanmasını özündə əks etdirir. Ticarət və xidmət sahələrində isə xidmət göstərmə və satış planları ilə bağlı xərclərin proqnozlaşdırılmasında istifadə olunur. Plan kalkulyasiyası müəssisənin strateji və operativ idarə etməsi üçün zəruri olan mühüm bir alətdir. O müəssisəyə gələcək fəaliyyətin maliyyə çərçivəsini müəyyən etməyə, riskləri azaltmağa, resursların düzgün bölüşdürülməsini təmin etməyə və rəqabət üstünlüyünü əldə etməyə kömək edir. Düzgün tərtib olunmuş plan kalkulyasiyası istər daxili idarə etmə, istər xarici partnyorlarla danışıqlar üçün güclü analitik baza rolunu oynayır. Kalkulyasiya vahidinə gəldikdə isə, kalkulyasiya vahidi müəssisədə istehsal olunan məhsulun, görülən işin və ya göstərilən xidmətin maya dəyərinin hesablandığı əsas ölçü vahididir. Bu anlayış kalkulyasiya prosesində hesablama və müqayisə üçün bazanı təşkil edir. Hər bir məhsul və ya xidmətin maya dəyərini
bu kalkulyasiya vahidinə görə müəyyən edilir və idarə etmə, planlaşdırma, nəzarət və qiymət qoyma kimi məqsədlər üçün istifadə olunur. Kalkulyasiya vahidi məhsul və ya xidmətin növünə, texnoloji xüsusiyyətlərinə və istehsal strukturuna görə fərqli ola bilər. Bu vahid vasitəsilə xərclər vahidin məhsulun maya dəyərinə bölüşdürülür və ümumi maliyyə göstəricilərinin dəqiq və obyektiv müəyyən edilməsi mümkün olur. Kalkulyasiya vahidinin əhəmiyyətinə gəldikdə isə istehsal olunan məhsulun və ya xidmətin dəqiq maya dəyərini hesablamaq üçün əsas hesab olunur. Qiymət qoyma siyasətinin formalaşdırılmasına kömək edir. Müəssisənin maliyyə nəticələrinin təhlili üçün baza yaradır. Planlaşdırma, proqnozlaşdırma və nəzarət funksiyalarının icrasını təmin edir. Məhsullar arasında müqayisə və rentabellik qiymətləndirməni asanlaşdırır. Kalkulyasiya vahidlərinin müxtəlif növləri var. Belə ki, kiloqram və ton, ərzaq, tikinti materialları, kimya sənayesinin məhsulları bu ölçü vahidi ilə qiymətləndirilir. Ədəd, məişət texnikası, avtomobil, geyim və elektronika kimi göstəricilərlə müəyyən edilir. Metr, kvadrat metr, kub metr, tekstil, tikinti və mebel istehsalında istifadə olunur. Litr, neft məhsulları, içkilər, kimyəvi məhlullarda istifadə olunur. Saat, göstərilən xidmətlər, məsələn, servis xidməti, təmir, məsləhət xidmətindən istifadə olunur. Bir əməliyyat və ya işin vahidi, xidmət sektoru və ya kompleks məhsul yığımı zamanı istifadə olunur. Kalkulyasiya vahidinin düzgün seçilməsi, kalkulyasiya nəticələrinin dəqiqliyinə və obyektivliyinə birbaşa təsir göstərir. Bu vahidin seçilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır. Birinci, məhsulun və ya xidmətin fiziki və texniki iqtisadi xarakteristikaları, istehsalatın struktur və texnologiyası, hesabat və uçot sistemində praktiki tələblər, iqtisadi səmərəliliyin ölçülməsi üçün ehtiyac. Məsələn, su istehsal edən müəssisədə kalkulyasiya vahidi 1 litr su, mebel fabriki üçün isə 1 ədəd stol və ya masa ola bilər. Kalkulyasiya vahidi ilə bağlı bir sıra yanlış, səhv yanaşmalar mövcuddur ki, bunlar aşağıdakılardır. Bəzi hallarda müəssisələr standart vahid əvəzinə fərqli, uyğun olmayan vahidlər seçə bilər. Bu nəticədə məhsulun maya dəyərinin səhv hesablanması, qiymət siyasətində uyğunsuzluqlar, rentabellik analizində yanlış nəticələr, istehsalatın səmərəliliyinin yanlış qiymətləndirilməsi ola bilər. Kalkulyasiya vahidi məhsul və ya xidmətlərin iqtisadi dəyərinin ölçülməsi üçün əsaslandırılmış vahid hesab olunur. Bu vahid istehsalın strukturundan, texnologiyasından və müəssisənin uçot sistemi tələblərindən asılı olaraq seçilir və dəqiq maliyyə analizlərinin və idarə etmə qərarlarının verilməsi üçün vacib alətdir. Doğru müəyyən edilmiş kalkulyasiya vahidi müəssisəyə maliyyə sabitlərini qorumaq, rəqabət davamlı qiymətlər təyin etmək və əməliyyat səmərəliliyini artırmağa imkan verir. Tərtib olunma vaxtına görə kalkulyasiya, məhsul və ya xidmətlərin maya dəyərinin hesablanmasının müəyyən dövrlərə və ya istehsal prosesinin mərhələlərinə görə təşkil olunmasıdır. Bu yanaşma kalkulyasiyanın məqsədindən və tətbiq vaxtından asılı olaraq müxtəlif formalarını əhatə edir və müəssisənin idarəetmə qərarlarını vaxtında və düzgün seçilməsi üçün vacib rol oynayır. Tərtib olunma vaxtına görə kalkulyasiyanın əsas növləri, formaları aşağıdakılardır. Birinci, plan kalkulyasiyası, cari kalkulyasiya, faktiki kalkulyasiya. Plan kalkulyasiyası məqsəd burada gözlənilən xərcləri əvvəlcədən təyin etmək və gələcək fəaliyyət üçün maliyyə çərçivəsi yaratmaqdır. Cari kalkulyasiyada isə istehsal prosesi davam edərkən və ya konkret bir mərhələdə aparılır. Məqsəd mövcud vəziyyəti təhlil etmək və zəruri hallarda tədbir görməkdən ibarətdir. Bu kalkulyasiya gündəlik, həftəlik və ya aylıq əsasda aparıla bilər. Faktiki xərclərlə müqayisə edilib, kənarlaşmalar aşkar edilir.
operativ idarəetmə qərarları üçün əsas hesab olunur. Faktiki kalkulyasiya isə sonradan aparılır. Belə ki, məhsulun və ya xidmətin istehsalı tam başa çatdıqdan sonra aparılır. Məqsəd real xərcləri dəqiq müəyyənləşdirmək, plan göstəriciləri ilə müqayisə etmək və nəticə çıxartmaqdır. Faktiki sərf olunan bütün resurslar və xərclər burada nəzərə alınır. Mühasibat və idarəetmə uçotu sistemlərinə əsaslanır. Gələcək plan və normativlərin dəqiqləşdirilməsi üçün istifadə olunur. Kalkulyasiya hesablamalarına daxil edilməsinə görə kalkulyasiyalar, məhsulun və ya xidmətin mayə dəyərinin xərclərin tam və ya qismən əhatə olunma prinsipinə əsaslanan qruplaşdırıldığı bir yanaşmadır. Bu təsnifat kalkulyasiyada hansı xərclərin nəzərə alındığını və hansı iqtisadi məqsədlərlə aparıldığını aydın şəkildə göstərir. Kalkulyasiya zamanı müəssisə konkret olaraq hansı xərclərin daxil ediləcəyini və hansı hallarda istisna olunacağını müəyyən etməlidir. Bu, həm idarəetmə məqsədi, həm də məhsulun qiymət qoyma və rentabellik səviyyəsinin dəqiq müəyyənləşdirilməsi baxımından vacibdir. Bəzi hallarda müəssisə bütün istehsalat xərclərini kalkulyasiyaya daxil edir. Bəzi hallarda isə yalnız birbaşa və ya dəyişən xərcləri əsas götürür. Əgər kalkulyasiya bütün istehsal və qeyri-istehsal xərclərini əhatə edirsə, bu zaman tam mənada məhsulun ümumi mayə dəyərini formalaşır. Bu yanaşma məhsulun bazar qiymətinin təyin edilməsində və maliyyə nəticələrinin dəyərləndirilməsində böyük rola malikdir. Əks halda, yalnız dəyişən və ya spesifik xərclərin nəzərə alındığı hallarda isə məhsulun sadələşdirilmiş və ya nisbi dəyəri ortaya çıxır ki, bu da qərarların daha çevik verilməsində istifadə olunur. Bugünkü mövzumuz bu qədər. Sağ olun.